Əs-Səcdə, Səcdə surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim. Şübhə yoxdur ki, bu kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir. Yoxsa onlar, Muhammed bunu özündən uydurmuşdur deyirlər. Xeyr, o Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən Peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də onlar doğru yola yönələlər. Göyləri, yeri və onların arasındakiları 6 gündə yaradan, sonra da ərşə ucalan Allahdır. Sizin ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məyər düşünərək ibrət götürməyəcəksiniz? O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən 1000 ilə bərabər olan bir gündə ona doğru yüksəlir. Qeybi və aşkarı bilən, qüdrətli və rəhimli olan odur. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəkilə salmış və ona öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. Onlar deyirlər, biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq? Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De ki, sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız. Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək, ey Rəbbimiz, biz gördük və eşitdik, bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də biz qətiyyətlə inandıq deyəndə görəydin. Əgər biz istəsək,